Bugünkü işimiz bu sistemə turxadavoy qoyulacaq. Yəni evi temperaturunu az qoyanda isti suyumuz temperaturu azalmasın deyənə bir dənə 3 yollu vana qoyacağım. Əlavə bir dənə də filtr qoyacağım bura. Başlayaq sökməyə görə nətər alınır. Sökdük, başladıq. İlk növbədə dəngə qabını fırlatdıq. Əks istiqaməti qoşulmuşdu. Biraz maqnitli filtr qoyduq. 3 yollu vana ilə qoşulacaq. Elektron termostatla qoşulacaq. Arası 2 dərəcə fərqlə xodlayacaq bu. Bunları da yavaş-yavaş. Deyilənə görə sistemdə problem yoxdur, təmizdir. Boilerli sizcə təmizdir. Bax, belə də göstərir. Damarları tromb olub xəstənin. Yumaq lazım. Stifon digərini açırıq. İçindən qaralar gəlir. Çöküntü var sistemdə. Yaxşı işləmir. Şlaqdan da görsənəcəyim.